Ben de ilk önce bugün Yunis ocağına yığılıb, Yunis'in işığına gələn herkese teşekkür ederim. Başta rəzətlərimizə teşekkür ederim ki, her zaman şehit ailelerin yanındasınız. Ben onu gözümün şahidiyəm. Biz anaları necə gözəl qarşılayırsınız, necə qayğıyla qarşılayırsınız. Sevginiz üçün sağ olun, bu diqqətiniz üçün sağ olun. Sizə minnətdarımı bildirmədən keçə bilmərəm. Allah sizdən razı olsun. Allah sabır versin. Çok sağ olun, Allah razı olsun. Bildirim ki, benim oğlum da evinde çoğuluydu. Şehit Mustafa Əzam. Özümüz üçün müqaddə yaşasam da Qazaq rayonunun Aslan Beyli kəndindəyim. Və Fəxriyə bacımdan da eyni İncə dərəsi deyilən bir mahaldadır. Fəxriyə bacım ayaq mənə dedi ki, bacım, mən danışa bilmirəm, ana kimi mənim əvəzindən də danış. Bu çox bir ağır yükdür. Düzdür, bir oğul itirdim ama ben yüzlerle, minlerle şehit oğullar kazandım. Ben kızımın bir kardeşi yok, minlerle kardeşi var. Ve özüme söz vereceğim danışımda oğlum. Ve özümü bütün anaların adından təqdim eləmək istəyirəm. Fəxriyə bacımın da mənə üzülü sanki başda da bir tədbir oldu. Gələ bilmədim, qismət bu günəymiş, şəhidləri Qazaq mahalında, öz mahalında görmək istəyib. Və təqdimatda şəhid analarından bir şeirim var, istərdim onu deyim. Soruşsam mən kiməm, nəçiyəm deyə, mən dərdin üzünə gülən anayam. Dünyanın hər üzü, çətinin gül, dünyanın özünə gülən anayam. Yaşaya-yaşaya. Ölən anayam. Dərdimi içimə, köksümə çəkib, soruşan hər kəsə yaxşıyam deyib. Qəmini gizlində özümlə çəkib, dünyanın özünə gülən anayam. Yaşaya-yaşaya. Ölən anayam. Məzar daşlarında oğul axtarıb, oğlunun ölümünü görən anayam. Qaralar içində məğrur, dik durub, hamıya yalandan gülən anayam. Yaşaya-yaşaya. Ölən anayam. Tərəş mənə çox pis oyun oynadı. Ölüncə gözüm sən gələn yoldadır. Yaman, çətinmiş qalanın dağı. Dağlara dağlara, gülən anayam. Yaşaya-yaşaya, ölən anayam. Bugün hər kəsi şəhidlər ölmür. Bu şəhidlər bu anaların, bu ataların gözlərində yaşayır. Nə qədər analar, atalar sizin gözləriniz görürsə, bu şəhidlər yaşayır. Nə qədər sizin gözləriniz baxırsa, bu şəhid balalar yaşayır. Bu uşaqlar düzdür, cənnət mələyi. Mən hər bir məzarlığa gedəndə o qədər bəzəmişik ki, güllə istəyirlər. Müsaadət misafir verirlər. Həmişə gedələ deyirəm, cənnətinə gəlmişəm. Cənnətdə mələk oğlum. Ömrün çox qısa oldu, ömrü kəpənək oğlum. Dolanıb pərvanə edək vətənin hər daşına, qaralı diz bağladı sən ananın başına. Anaların başına qaralar bağlayan oğullar, ruhlarınız şad olsun, qaziləriniz, Allah sizlərə can sağlığı versin. Bayaq Fəxriyə bacımdan danışıram, bu ailənin qəribə bir taleyi var. Ümumiyyətlə bu şəhidlər başqa ailələrdə yaşasalar, eyni sonluqlar həyatlarını bitiriblər. Vətən torlağında bilmirik nə deyiblər son sözlər, nə olub. Sadəcə ürəklərindəki sözlər, arzular, anaları eşitmədən, ataları eşitmədən dünyanı dəyişirlər. Yəni bunların hamısının sonluğu bu olur. Mən sadəcə bunu deyə bilərəm. Və bu Kazımovlar ailəsində iki oğul böyüyür. Biri babanın adı, biri əmrin adı. Allah bu yarım qalan ömürləri şəhidin balası Əliyə versin. Onun qardaşı Rəşadət balama versin. Allah sizlərə səbir versin. Allah sizlərə səbir versin. Deyiləcək çox söz var. Amma bura o qədər ağır bir yerdir ki, güç de o kadar ağırdır ki, insan ürəyindən keçəni tam deyəmir. Sağ olsun mənim Qazaq mahalım. Sağ olun Qazaqlılar. Ümumiyyətlə, bütün Azərbaycan sağ olsun. Şəhidləri hamı deyib unutmuruq. Biz də unutmuruq. Müharibə vaxtı pensiyasını bizim oğullar üçün verən pensiyonerlər bizi evdə yemək pişirib aparan xanımları,
əlindən nə gəlirsə, o hərbi maşın gedəndə yolda bir meyvə yetişin gedir uşaqlara uzadana. Yəni biz də bunları unutmuruq. Bu Azərbaycanın birliyini unutmuruq. Biz Qazaxlıyıq, amma o vətən çağıranda bütün oğullar Qarabağlı oldu. Elə də mənim oğlum, bütün oğullar onun içində, hər kəsin yumruğu bir hədəfə vurub Qarabağlı oldular. Bugün o hədəfimiz biri olmasaydı, bizim birliyimiz olmasaydı, bu torpaqlar ki, çətin ki, geri qayıdardı. Fəxirdir, fəxarətli addır, amma fəxarəti qədər də çox ağırlı, acılı bir addır. Şəhidi gözəl yaşadılar, sizlər sağ olun. Biz sizə təşəkkür edirik. Nə qədər ki, sizlər bizləri unutmuşsunuz. Hər tədbirdə sağ olun, Rəcəb müəllim. Mən bunu demədən keçə bilmərəm. Bilirəm sizin tapşırığınızdan, Samir evladı, çox sağ olun. Cumaya xanım, siz sağ olun, Məhəmməd. Ümumiyyətlə, hamınız sağ olun. Hər tədbirdə məni çağırırsınız, yol uzaqdır, Sumqətən. Hər gələ bilirəm, ya gələ bilirəm. Bunun üçün mənim üzrünüzdən, amma hər gələ ürəyim buradadır. O diqqətiniz, sevginiz üçün sağ olun. Gözəl komandanız var, Rəcəb müəllim. Bu sizin idarəçiliyinizin mükəmməl olması deməkdir. Və mən keçən dəfə sizə bir şeir yazmışdım. Siz getdiniz o şeiri. Dedim Rəcəb müəllim burada olmasa da mən o şeiri deyirəm. İstəsəniz, müsaidəniz olsa o şeiri istərəm. Əsil vətən oldu, sözündə mətin. Qazanmışsınız Qazaq elin hörmətin. Yaxşı ki varsınız, ay Rəcəb müəllim. Şəhidə ehtiram, qaziyə dəyər. İnsanlıq simvolu deyilmi bəyər? Bunları mən sizdə gördüm, izlədim. Böyük insansınız, ay Rəcəb müəllim. Məni unutmadınız bu gözəl gündə. Allahın yadından çıxmayın siz də. Təbəssüm yaratdınız bu qəbri üzdə, sizə minnətdaram, ay Rəcəb müəllim. Şəhid anası deyirəm bugün, qürurla, sevgi ilə döyünür qəlbim. Bir ata qayğısı mən sizdə gördüm, gözəl insansınız, ay Rəcəb müəllim. Dərdli körünlərə dayaq oldunuz, ədalət yolunda bayraq oldunuz, sönmüş ümidlərə çıraq oldunuz, qəlbə mayaqsınız, ay Rəcəb müəllim. Mən şeir bilmirəm, danışır dilim, göz yaşım sözümə qarışır bugün. Sizə bir ömürlük vardır hörmətim, hörmət sahibisiz, ay Rəcəb müəllim. Yurdum, yurttaşım oldunuz, dərdə sirdaşım oldunuz, mənə qardaşım oldunuz, əsl qardaşsınız, ay Rəcəb müəllim. Siz Qazaxlı olmasanız da, biz sizi Qazaxlı kimi qəbul edirik. Allah sizləri var eləsin. Fəxriyə bacım, Allah sizə, Qasım qardaşım, Allah sizə səbr versin, özüm versin. Yaşayın, şəhid yaşasın.